insan bir şeyin təhlükəsini nə qədər bilərsə, o qədər ondan uzaq olmağa çalışar. Və nə qədər bir şeyin təhlükəsini öyrənərsə, o qədər ondan uzaqlaşmağın nə qədər mühüm olduğunu bilər. Və ona aparan hər bir vəsilədən, hər bir yoldan çəkinər. Ümumiyyətlə, şirkin təhlükəsini bildirən ən şiddətli ayələrdən biri də Allah-u Teala'nın buyurmasıdır ki, İnna Allaha la yaghfiru en yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha. Həqiqətən Allah ona şərik qoşulmağı bağışlamaz. Ondan aşağı olan günahları istədiyinə bağışlayar. Həqiqətən bu ayə insana şirkin nə qədər təhlükəli olmasını bildirir. Yəni, düşünən insan, bu ayə haqqında tədəbbür edən insan düşünər ki, həqiqətən Allah-u Teala bununla bərabər Allah-u Teala özünə əzəldən rəhmət yazan aləmlərin Rəbbi olan Allah, hansı ki bizim üçün özümüzdən də rəhimli olan Allah deyir ki, mən şərik qoşanın şirkini, onun şirk qoşmasını bağışlamıram. Necə ki Allah-u Teala Ən'am surəsi 54-cü ayədə buyurur ki, Kətəbə rabbukum alə nəfsihir rəhmə. Sizin Rəbbiniz özünə əzəldən rəhmət yazmışdır. Yəni, rəhimli olmağı yazmışdır. Yəni, aləmlərin Rəbbi olan Allah-u Teala bu qədər rəhimli olmasıyla Ərhəmur Rahimin, rəhimlilərin rəhimlisi, daha rəhimlisi olması ilə bərabər, bizim özümüzdən də rəhimli olması ilə bərabər, Allah-u Teala deyir ki, İnna Allaha la yaghfiru en yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Həqiqətən Allah ona şərik qoşulmağı bağışlamır. Ondan aşağını istədiyinə bağışlayır. Yəni, qiyamət günü Allah-u Teala'nın qarşısına şərik qoşmadan tövhidlə gələrsənsə, təbii ki, sənin günahların olacaq. Heç bir insan günahsız deyildir, məsum deyildir peyğəmbərlərdən başqa. Sənin şirkdən aşağı, əgər şirkin yoxdursa, ondan başqa olan günahlarını Allah-u Teala istəsə bağışlayacaq. Amma şirk varsa, Allah-u Teala onu bağışlamayacaq. Necə ki, Allah-u Teala Quran-ı Kərimdə dediyi kimi. Ondan sonra şirkin təhlükəsini bildirən ayələrdən şirkin ən böyük zülm olması. Necə ki, bu sözü Loğman aleyhisselam oğluna tövsiyə etdiyi zaman tövsiyələrinin ən birinci tövsiyəsi olaraq deyir ki, Yə buneyyə, lə tüşrik billah. Tövsiyə edərkən tövsiyəsinə belə başlayır. Deyir ki, ey oğlum, Allaha şərik qoşma. Sonra deyir ki, İnnə şirkə lə zulmun azim. Həqiqətən şirk ən böyük zülümdür. Həqiqətən şirk ən böyük zülümdür. Aciz olan, fağır olan, möhtac və naqis olan bir məxluqu qadir olan, varlı, heç nəyə ehtiyacı olmayan və bütün ad və sifətləri ilə kamil olan aləmlərin Rəbbinə bir tutmaq həqiqətən ağılsızlıq, axmaqlıqdan başqa bir şey deyil. Allah-u Teala Quran-ı Kərimdə misal çəkir. Allah Teala deyir ki, Yə əyyuhənnəs, duribə məsəlun fəstəmi'u ləh. Ey insanlar, bir misal çəkildi, ona qulaq asın. İnnəl-ləzīnə təd'unə min dunillahi lən yəxluqu zubabən və ləv ictəmə'u ləh. Deyir ki, həqiqətən sizin Allahdan başqa dua etdikləriniz, çağırdıqlarınız, bütün hamısı bir araya gəlsələr belə, onlar bir dənə milçək yarada bilməzlər. O dua etdikləriniz, o şərik qoşduqlarınız hamısı bir araya gəlsələr, bir dənə milçək yarada bilməzlər. Sonra görün nə deyir? Deyir ki, وَاِنْ يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَا يَسْتَنْقِذُوهُ مِنْهِ. Deyir ki, milçək onlardan bir dənə şey götürsə, onlar ondan onu geri qaytara bilməzlər. ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ. İstəyən də, istənilən də aciz qaldı.
Ondan sonra Allah Teala deyir ki: "Mə qaderullaha haqqa qadri. İnnallaha laqaviyyun aziz." Deyir ki, onlar Allahı lazımı qədər təqdir etmədilər. Həqiqi şəkildə təqdir etmədilər. Təqdirə qoymadılar. Həqiqətən Allah-u Teala qüdrətlidir. Allah-u Teala qüvvətlidir, qüdrətlidir. Və həmçinin insana şirkin təhlükəsini bildirən şeylərdən şərik qoşan insana cənnətin haram olması. Şərik qoşan insana cənnətin haram olması. Necə ki Allah-u Teala Maidə surəsi 72-ci ayədə buyurur ki: "İnnehu men yushrik billahi faqad harramallahu aleyhi'l cennə və ma'vahu'n nar və ma liz-zalimin min ansar." Həqiqətən kim Allaha şərik qoşarsa, Allah ona cənnəti haram edər. Onun qalacağı yer cəhənnəm olar. Zalimların heç bir yardımcısı olmaz. Və bu kimi ayələrə insan baxdığı zaman, tədəbbür etdiyi zaman, fikirləşdiyi zaman görür ki, həqiqətən tövhid nə qədər əzəmətlidir, nə qədər ucadır və dində tövhidin, insanın həyatında tövhidin nə qədər yeri var, nə qədər tövhidi öyrənməli və ona zidd olan şirki öyrənməli, onu pozan və yaxud da naqisləşdirən şirki öyrənməlidir ki, hətta bu təhlükədən uzaq dursun, hətta onun tövhidinə xələl gəlməsin. Və nə qədər insan bu təhlükələri bilərsə və nə qədər Allahın kitabını oxuyub, həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini oxuyub tədəbbür edərsə, o qədər insan Allahı tanıyar.